üçün İzə nəşriyyatından testlərin izahını verəcəm. Birinci testdən başlayaq. Yəni riyaziyyatdan birinci test bizim 31-ci testimiz sayılır. Baxaq, 3, 7, 4, 1, 0, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan 6 rəqəmli ən böyük cüt ədədi seçin. Əvvəlcə əziz şagirdlər, yada salaq, cüt ədəd nədir, tək ədəd nədir? Son rəqəmi 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədədlərdir. Son rəqəmi 0, 2, 4, 6, 8 ilə bitən ədədlər isə cüt ədədlərdir. Yəni bizim ədədimiz cüt olması üçün sonu 0, 2, 4, 6, 8 ilə bitməlidir. Və bu rəqəmlərin köməyi ilə ən böyük ədədi düzəltməliyik. Biz ən böyük ədədi düzəltmək üçün rəqəmləri böyükdən kiçiyə doğru düzürük. Ən böyüyü 7, sonra 5, 4, 3, 1, 0. Sonda da 0 olduğu üçün cüt ədəddir. Doğru cavab olur A bəndi. 880.808 ədədinin rəqəmlə yazılışını seçin. 880.808. 808. Doğru cevap olur. D bəndi. 36.240 ədədinin sözlərlə yazılışı hansı bənddə doğru göstərilmişdir? 36.240. Burada yazıb 36.204 yazıb. Bu səhvdir. 36.240. Elə doğru cavab olur C bəndi. 326.476 verilmiş ədəddə işarələnmiş rəqəmin mərtəbə vahidi nədir? Mərtəbə vahidi. Mərtəbə vahidi nədir? Mərtəbə qiyməti nədir? Mərtəbə vahidinin sayı nədir? Müəyyən qədər buna aydınlıq gətirək. Mərtəbə vahidi, vahid 1 ilə başlayır. Mərtəbə vahidinin sayına vurmaqla mərtəbə qiymətini alırıq. Fərqləndirilmiş olur 6. Baxın, 6-nın mərtəbə vahidi desəm, təklik, onluq, yüzlük, minlik. Mərtəbə vahidi 1000-dir. Mərtəbə vahidinin sayı desə 6-dır. Mərtəbə qiyməti desə, mərtəbə vahidinin sayına vurmaqla mərtəbə qiyməti alırıq. Mərtəbə vahidi 1000-dir, mərtəbə vahidinin sayı 6-dır. 1000-i 6-ya vursaq edir 6000. Bu olur mərtəbə qiyməti. Bizdən mərtəbə vahidini soruşur. Mərtəbə vahidi 1000-dir. İşarələnmiş rəqəm mərtəbə vahidi nədir? 1000-likdir. C bəndi. 35-ci testə baxaq. 43.778 ədədinin minliklər sinifindəki ədəd neçədir? Baxaq. Hər sinifdə 3 rəqəm olur. Baxın, təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi. Bura isə olur milyardlıqlar sinifi, milyard. Hər sinifdə 3 rəqəm olur. Baxın, siniflərə ayırsaq, təkliklər sinifi, minliklər sinifində 4 və 3 var. Minliklər sinifindəki ədəd neçədir? 43. B bəndi. Bu şəklində mərtəbə qiymətlərinə ayrılmış ədədin onluq və 10 minliklər mərtəbəsindəki rəqəmlərin cəmi neçədir? Onluq və 10 minliklər mərtəbəsi. Rəqəmlərin cəmi neçədir? Gəlin əvvəlcə biz bu ədədi toplayaq. 500.000, 500.000 üzərinə gələk 7.000, üzərinə gələk 80 və üzərinə gələk 9. 9, 8, 0, 7, 0, 5. 507.089. 507.089. Bizdən soruşur
Onluqlar və 10 minliklər mərtəbəsindəki rəqəmlərin cəmi neçədir? Onluqlar mərtəbəsindəki rəqəm 8-dir. Təklik, onluq, yüzlük, minlik, 10 minliklər isə 0-dır. 8-in üzərinə 0 gəlsək, edir 8. Doğru cavab olur A bəndi. Verilmiş rəqəmlərdən bir dəfə istifadə etməklə yaranan ən böyük 5 rəqəmli ədəd neçədir? Bizə verilən rəqəmlərdən bir dəfə istifadə etməklə ən böyük 5 rəqəmli ədədi düzəldirik. 5 rəqəmli ədəd dediyi üçün gəlin 5 xətt çəkək. 3, 4, 5. Ən böyük 5 rəqəmli ədəd cüt tək demir. Ən böyük dediyi üçün rəqəmləri böyükdən kiçiyə doğru düzək. 8, 5, 4, 3, 1. 85.431 doğru cavab olur A bəndi. 786.543 ədədinin 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayından yüzlüklər mərtəbəsinin mərtəbə vahidinin sayını çıxsaq neçə alınır? Baxaq. 100 minliklər mərtəbəsinin təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minliyin mərtəbə vahidinin sayı 7-dir. Yüzlüklər mərtəbəsinin mərtəbə vahidinin sayı isə 5-dir. 7-dən 5 çıxsaq neçəsi qalır? Qalır 2-si. Doğru cavab olur B bəndi. Verilmiş şərtə əsasən elin yerinə yazıla biləcək rəqəmlərin cəmini tapın. 3200, bura neçəsə, hansısa rəqəmlər olacaq, kiçikdir 3251-dən. Kiçik olması üçün baxın, elin yerində 0 ola bilər, 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər. Nəyə əsasən? Minliyimiz 3-dür, yüzlüyümüz 2-dir. Müqayisə apararkən. Bərabərdir hər ikisində minlik, yüzlük. Baxırıq onluqlar mərtəbəsinə. Bizim onluqlar mərtəbəmiz 5-dən, yəni burada duran rəqəmlər 5-dən kiçik olmalıdır ki, yəni bu birinci ədəd ikincidən kiçik olsun. Ortadakı şərti kiçikdir şərtini ödəsin. Bunların cəmi isə edəcək 10. Doğru cavab olur A bəndi. 6465 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. 6465 ədədini yüzlüyə qədər yuvarlaqlaşdıraq. Baxırıq yüzlük mərtəbəsinin sağına, yəni onluqlar mərtəbəsinə. Sağda duran rəqəm 6-dırsa, yüzlük mərtəbəmiz bir vahid artır, yerdə qalan rəqəmlərin yerinə 0 yazırıq. Edir 6500. Doğru cavab olur B bəndi. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınan ən böyük ədədin rəqəmlərinin cəmini tapın. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 olan ən böyük ədədi tapmaq üçün 300-ün üzərinə 49 gəlirik. Ən kiçiyin desəydi, yüzlüklər mərtəbəsində ən böyük ədədi axtarırıqsa, yüzlüklərə qədər yuvarlaqlaşdıranı üzərinə 49 gəlirik. Ən kiçiyi desə 50 çıxarıq. 349 rəqəmlərinin cəmi 3 üstə gələk 4, üstə gələk 9. Bunların rəqəmlərinin cəmi edir 16. Doğru cavab olur D bəndi. Bir də deyirəm, yüzlüklər mərtəbəsində, məsəl üçün desək ki, yüzlüklər mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda ən böyük, yəni 500 edən ən böyük ədəd. O zaman ən böyüyünü tapırsınızda 500-ün üzərinə 49 gəlirsiniz. Ən kiçiyini soruşsa 500-dən 50-sini çıxırsınız. Onluqlar mərtəbəsinə qədər dedikdə, məsələn, sual ola bilər ki, onluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda 80 edən ən böyük ədəd. Onluğa qədər deyəndə ən böyüyünü tapmaq üçün üzərinə 4 gəlirsiniz, ən kiçiyini tapmaq üçün 5 çıxırsınız. Sonra bu qayda ilə ardına 9, ən böyüyünü tapanda 9'lar əlavə edirsiniz, ən kiçiyini tapanda isə yəni bu 4'ün axırına 9, 5'in axırına isə 0 əlavə edirsiniz. Məsələn, desək ki, bizə yüzlüklər
yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 400-dən ən böyük ədəd 400-ün üzərinə, baxın 4-ün sonuna 9 əlavə etdik, 49 gəlirik. Ən kiçiyini soruşsa 400-dən, bax dedim 5-in arxasına 0 əlavə edirsiniz. 50 çıxırıq. Məsələn, deyə bilər ki, 1000-liyə qədər yuvarlaqlaşdırdıqda 2000-dən ən böyük ədəd 9'un, yəni 49'un ardına bir dənə 9 əlavə edirsiniz. Üzərinə 499 gəlirsiniz. Ən kiçiyini soruşsa 2000-dən 500'ü çıxırsınız. Bu qaydada. Burada doğru cavab oldu. D bəndi. Simvollara görə verilən ədədləri artan sıra ilə yazın. Baxaq. Burada artan sıra ilə yazmaq ən kiçik ədəddən başlayırıq. 346.000, bu da 346.000'dir. Bu 827'dir. Bu isə 728'dir. Ona görə birinci gələcək kvadrat, sonra 3 bucaq. Dairə ilə 5 bucaqlıya baxınca 364.000, bu da 364.000'dir. Burada 782'dir. Sonra isə burada 872'dir. Ona görə sonra 5 bucaqlı gələcək. Kvadrat, 3 bucaq, dairə, 5 bucaq. Doğru cavab olur. B bəndi. Müqayisəsində A-nın yerinə neçə ədəd uyğun gəlir? Baxaq. 4627-dən böyük, 4632-dən kiçik olan ədədlər. 4628, 4629, 4630, 4631. Neçə ədəd uyğun gəldi? 4 ədəd. Doğru cavab olur A bəndi. Müqayisələrdən hansı doğru deyil? 37.648 kiçikdir 76.425'dən doğrudur. 84.765 böyükdür 86.345'dən. Burada 84.000'dir, burada 86.000'dir. Təbii ki, işarə yanlış qoymuşdur. Doğru cavab olur C bəndi. Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınır? Gəlin yuvarlaqlaşdıraq. 3261 milliyə qədər yuvarlaqlaşdırsaq, baxırıq yüzlük mərtəbəsində duran rəqəmə 2 olduğu üçün millik mərtəbəmiz dəyişmir. 3 olduğu kimi qalır. Yerdə qalan, ardında olan 3 dənə rəqəmin yerinə 0 yazılır. Elə doğru cavab olur A bəndi. Hansı bənddəki ədəd yüzlüklərə qədər səhv yuvarlaqlaşdırılmışdır? Baxaq. Yüzlüyə qədər yuvarlaqlaşdırsaq, yüzlük mərtəbəmiz 7'dir. Mərtəbə vahidinin sayı 7'dir. Baxırıq onluqlara. 1'dirsə yüzlük mərtəbəmiz dəyişmir. 7 olaraq qalır. Ardına 0 əlavə edirik. Doğrudur. 83.176 yüzlüyə qədər yuvarlaqlaşdırsaq, baxırıq onluqlar mərtəbəsinə. Burada duran rəqəm 7'dirsə yüzlük mərtəbəmiz bir vahid artırı olur 2. Ardına 0 əlavə edirik. Doğrudur. 42.176 onluqlar mərtəbəsində olan rəqəm 7 olduğu üçün, yəni 4'dən böyük olduğu üçün 5, 6, 7, 8, 9 olarsa yüzlük mərtəbəmiz bir vahid artır. Doğrudur. 43.428 43.428'i yüzlüyə qədər yuvarlaqlaşdırsaq, baxırıq onluqlar mərtəbəsinə. Onluqlar mərtəbəsində duran rəqəm 2 olduğu üçün yüzlük mərtəbəmiz dəyişmir. Amma burada dəyişib. Burada ilə 4 olmalıydı. Yanlış olan olur. D bəndi. Aha. 47'yə baxaq. Modellə verilmiş ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırın. Baxaq. 1, 2, 3, 4, 5, 5, 2, 5, 3, 0, 2. Ədədimiz elədir 525.302. Neçəyə qədər yuvarlaqlaşdırırıq? 10 minliklərə qədər yuvarlaqlaşdırırıq. Baxırıq 10 minliklərə qədər yuvarlaqlaşdıranda minlik mərtəbəmizə. Minlik mərtəbəmiz 5 olduğu üçün 10 minliklər mərtəbəmiz bir vahid artacaq. 2 olacaq 3, ardına isə 0'lar əlavə edirik. 530.000. Doğru cavab olur A bəndi. Aysel 4785'dən başlayaraq irəliyə doğru 100 ritmik saydı. Aysel 5-ci söylədiyi ədədin ən yaxın yüzlüyü neçədir? Gəlin baxaq. 4785'dən başlayaraq bundan başladı.
İrəliyə doğru saydı. 4785'dən başladı. Ritmik olarak saydı. 4885, 4985. Sonra 100 sayıp edəcək 5085. Neçəncə də doldu. Bir də 5185. Aha. 5185 hansı yüzlüyə yaxındır? Yəni biz bunu yüzlüyə qədər yuvarlaqlaşdırsaq 8 birim verir. Yüzlük mərtəbəmiz bir vahid artır. Olur 5200. Doğru cavab olur D variantı. Sonra 49-cu suala baxaq. Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda azalır? Hansını yuvarlaqlaşdırsaq azalır? 3591'i minliyə qədər yuvarlaqlaşdırsaq 5 birim verəcək minliyə. Minlik mərtəbəmiz artacaq, olacaq 4000. 3299'u minliyə qədər yuvarlaqlaşdırsaq edəcək 3000. Hansında azalmış oldu? B bəndində. 3299 idi, oldu 3000. Kiçildi, demək ki azaldı. 347.531 ədədini minliklər sinifindəki rəqəmlərin cəmini tapın. Təkliklər sinifi, minliklər sinifi. Minliklər sinifində 3, 4, 7 rəqəmlərini görürük. Bunların rəqəmləri cəmi edir 14. Doğru cavab olur A bəndi. Sonra ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırın. 512.468 ədədini 100 minliklərə qədər yuvarlaqlaşdıraq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minliyə qədər yuvarlaqlaşdıraq. Edəcək 500 min. Doğru cavab olur D variantı. Aşağıdakı ədədlərdən hansının ən yaxın onluğu 3290, ən yaxın yüzlüyü 3300'dür. Bunlardan hansının ən yaxın onluğu 3290'dır. Mesela bunun ən yaxın onluğu burada bu ədədin ən yaxın onluğu bura eləyəcək. Bunu 3300 kimi götürəcəyin, onluğun da yüzlüyündə. Demək ki bu deyil. 3285'i onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 3290. 3285'i yüzlüyə qədər yuvarlaqlaşdırsaq edəcək 3300. Çünki yüzlüyə qədər yuvarlaqlaşdıranda onluqlar mərtəbəsinə baxırıq. Onluqlar mərtəbəsində duran rəqəm 8'dirsə, yüzlük mərtəbəmiz bir vahid artır. Elə doğru cavab olur B bəndi. A, B, C, D, E 5 rəqəmli və 3, 7, 1, 8, 0 rəqəmlərlə yazılan ən kiçik ədəddir. Buna əsasən D, B, C, E, A, E, B, CDA ədədlərinin neçə olduğunu tapın. Gəlin baxaq. A, B, C, D, E. Bu rəqəmlərin köməyi ilə yazılmış ən kiçik ədəddir. Ən kiçik ədəd tapmaq üçün nə edirik? Rəqəmləri kiçikdən böyüyə doğru düzürük. Burada ən kiçik rəqəmimiz 0'dır. Amma 0'ı önə yazıb 1'i sonraya yazsaq 0 önə yazılanda heç bir mənası olmadığı üçün 1'i əvvəlcə yazıb sonra 0'ı yazırıq. Sonra isə 3, 7, 8. Demək bizim ən kiçik ədədimiz 10.378 imiş. Aha. A'nın yerində durub 1, B, 0, C, 3, D, 7, E, 8. İndi gəlin digər ədədlərimizi düzəldək. D, B, C, E, A. Aha. D'nin yerində 7, B'nin yerində 0, C'nin yerində 3, E'nin yerində 8, A'nın yerində 1. Aha. Digər ədədimizə baxaq. E, B, C, D, A. E'nin yerində 8, B'nin yerində 0,
C'nin yerində 3, D'nin yerində 7, A'nın yerində 1. 70.381, 80.371. 80.371. Doğru cavab C bəndi. Ədədlərindən ən kiçik olanı tapın. Baxaq. Bu ədədlərin içərisində ən kiçik olan, baxırıq, məsələn, bu minliyi 8-dir, 8-dir, bu minliyi 4-dir, ən kiçik olan 2361-dir. Doğru cavab olur B bəndi. 46.176 kiçikdir. 81.705 müqayisəsində kvadratın yerinə yazılacaq ən kiçik və ən böyük ədədlər hansılardır? Burada kvadratın yerinə yazılacaq ən kiçik ədəd 46.177-dir. Ən böyük ədəd isə 81.704-dür. Hansı variantda verilib? D variantı. Rəqəmlərindən yaranan ən böyük 5 rəqəmli cüt ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Ən böyük 5 rəqəmli cüt ədəd, 5 dənə xətt çəkirik. Baxırıq, bunların içərisində necə başlayacaq? Rəqəmləri böyükdən kiçiyə doğru düzürük. Ən böyük 8, sonra 7, 4'ü axıra yazırıq. Çünki cüt ədəddir ona görə. 3, sonra 1 yazırıq. Cüt ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Minliklərə qədər yuvarlaqlaşdırsaq edəcək. Yox, mən yüzlüyə qədər. Minliyə qədər yuvarlaqlaşdırsaq edəcək 87.000. Doğru cavab olur D variantı. Müqayisədə B-nin yerinə yazıla biləcək rəqəmlərin cəmini seçin. Baxırıq, birinci ədəd ikinci ədəddən kiçikdir. Burada yüzlük mərtəbəmiz 9-dur. Birinci ədəd ikinci ədəddən kiçikdirsə, burada olan yüzlük mərtəbəsində olan rəqəmlərimiz 9-dan kiçik olmalıdır. 8 ola bilər, 7, 6, 5, 4, 3, 2, 1, bir də 0. Bunların cəmini tapaq. 8-in üzərinə 7 gəlsək 15, üzərinə 6 gəlsək 21, üzərinə 5 gəlsək 26, üzərinə 4 gəlsək 30, 30-un üzərinə 6 gəlsək 36. Doğru hesabladıq mı? Onu bilmirəm. B-nin yerinə yazıla biləcək rəqəmlərin cəmi neçədir? 8-in üzərinə 7 gəldik. 15, üzərinə 6, 21, üzərinə 5 gəlsək 26, 30, 33, 36. Sual işarəsinin yerinə yazılan ədədi tapın. Baxaq. Burada hər hansısa bir ədəddir. Üzərinə 3000 gəlib. Həmin aldığı ədəddən 2000'i çıxıb. Orada alınan ədəddən 500 çıxıb. Sonda 43.000 alıb. Biz də bunun əksinə yazırıq. 43.000'in üzərinə gəlirik 500. Edəcək 43.500. Buraya yazırıq 43.500. Sonra 43.500 2000 çıxıb. Biz üzərinə 2000 gəlirik. 43.500'ün üzərinə 2000 gəlirik. 43.500'ün üzərinə gəlirik 2000. Edəcək 45.500. Üzərinə 3000 gəlib. Biz isə 45.500'dən 3000'i çıxırıq. Edəcək 42.500.
Növbəti testimizə baxaq, 59-a baxaq. 3972 ədədinin onluqları ilə minliklərinin yerini dəyişib, yüzlüklərini 3 vahid azaltsaq, yeni yaranan ədəd neçə olar? 3972 ədədində onluqları və minliklərin yerini dəyişək. Onluğu 7-dir, minliyi 3-dür. Yerini dəyişsək, 7-ni əvvələ keçirdirik. 3-ü isə onluğun yerinə gətiririk. Sonra deyir, yüzlüklər mərtəbəsini 3 vahid azaltsaq. Yüzlüyünü 3 vahid azaltsaq dediyi üçün 3-ü vurub 100-ə çıxırıq. Yəni 300 çıxırıq. 7932-dən 300 çıxsaq qalır 7632. Növbəti sonuncu misala baxaq. Modelle verilmiş ədədi ardıcıl olaraq onluqlara, yüzlüklərə, minliklərə qədər yuvarlaqlaşdırın. Modeldə verilmiş ədədimiz 4, 5, 2, 4. 4524'dür. 4524'ü əvvəlcə onluğa qədər yuvarlaqlaşdırırıq. Edəcək 4520. 4524'ü yüzlüklərə qədər yuvarlaqlaşdırsaq edir 4500. 4524'ü minliyə qədər yuvarlaqlaşdırsaq edir 5000. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik.